Abşeron rayonu Qobu qəsəbəsində insan həyatı üçün birbaşa təhlükə yaradan ciddi qanunsuzluq qeydə alınıb. Belə ki, yüksək gərginlikli elektrik xətlərinin altındakı mühafizə zonasında qanunsuz tikinti işlərinə start verilib. Sözü gedən ərazidə hər hansı yaşayış evinin və ya obyektin inşası qadağan olunsa da, faktiki vəziyyət bunun əksini göstərir. Maraqlıdır ki, demək olar hər gün mediada Abşeron rayonu ərazisində baş verən oxşar qanunsuz tikintilər barədə məlumatlar ictimailəşdirilir. Lakin bütün bunlara baxmayaraq məsul qurumlar, Abşeron rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu hallara göz yumur ya da ki görməzdən gəlir. Mütəxəssislərin fikrincə yüksək gərginlikli elektrik xətlərinin altında xüsusi riskli zonalar yerləşir. Bu ərazilərdə tikilən evlərdə elektrik cəryanı vurması, yanğın, partlayış və digər bədbəxt hadisələrin baş vermə ehtimalı olduqca yüksəkdir. Bunun əsas səbəbi isə tikinti zamanı təhlükəsizlik normalarının kobud şəkildə pozulmasıdır. Ən acınacaqlı məqamlardan biri isə odur ki, bəzi məmurlar üçün insan həyatı deyil, şəxsi maraqları daha əhəmiyyətlidir. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin, eləcə də digər aidiyyatlı dövlət qurumlarının mövqeyi də cəmiyyət üçün maraqlıdır. Çünki söhbət təkcə qanunsuz tikintidən yox, eyni zamanda insan həyatına birbaşa təhlükə yaradan ciddi problemdən gedir. Az tayımsaz olaraq qeyd edək ki, Abşeron rayonu Qobu qəsəbəsində baş verən bu qanunsuz tikinti faktı dərhal araşdırılmalı, məsul şəxslər barəsində qanuni tədbirlər görülməlidir. Əks halda bu səhlənkarlığın nəticəsində daha ağır faciələr yaşana bilər.